Salam uşaqlar, bugün biz sizinlə birlikte natural ədədlər bölməsinin ilk mövzusunun izahlarına baxacağıq. Birinci sualdan başlayırıq. Nə deyir burada? İfadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir? Belə suallarda adətən biz yerinə ədəd qoyaraq tapırıq. Birinci A bəndinə baxıram. N kvadratı çıxılsın 1. N-in yerinə həm tək, həm cüt ədəd qoymalıyıq. Çünki deyir n-in bütün natural qiymətlərində cavabı tək alınmalıdır. Gəlin baxaq. İlk öncə n-in yerinə əslində 1 qoysam 0 alınır. Bilirsiniz ki, 0 nə tək, nə cüt ədəddir. Çünki təklik və cütlük yalnız natural ədədlərə aiddir. Ona görə də elə təkcə 1 deyil ki, tək ədəd 3 qoya bilərik. Gəlin qoyaq. Birinci n-in yerinə 2 qoyuram. 2 qoysam nə olacaq? 2-nin kvadratı çıx 1. Hə, burada n-in yerinə 2 qoydum. 2-nin kvadratı 4, 4-dən də 1 çıxdıq, elədi 3. Yəni tək alındı cavabımız. Bir də n-in yerinə cüt ədəd qoymuşuq, indi tək ədəd qoymalıyıq. 3, 3-ün kvadratı çıx 1. 9, 9-dan da 1 çıxdıq 8. Amma nə alındı? Cüt alındı. Amma bizə sualda deyirdi ki, n-in bütün natural qiymətlərində tək alınsın. Deməli, A bəndi deyil. Keçirik B bəndinə. B bəndində n kvadratı üstəgəl 1. Uşaqlar, çıx 1 üstəgəl 1 eyni şeydir demək olar ki, yenə eyni halla rastlaşacağıq. N bərabərdir 2 və 3 verirəm və yaxud da 1 və 2 də verə bilərdik. 2-nin kvadratı üstəgəl 1, 2-nin kvadratı 4, 4-ün üstünə 1 gəldik, elədi 5. Bir də qoyuruq 3, 3-ün kvadratı üstəgəl 1, bu da elədi 10. Yəni yenə tək və cüt alındı. Amma bizə lazımdır ki, nə alınsın uşaqlar? Hər ikisi də tək alınsın. İndi C variantına baxırıq, bu da olmadı. C variantında 2n kvadratı üstəgəlsin 3. Baxın, mən baxan kimi bilirəm ki, əslində variant budur. Niyə səbəbini sizə deyim. 2 cüt ədəddir. Cüt ədədi istənilən ədədə vuranda bu misalın cavabı nə edir? Cüt, düzdürmü? Yəni cütü təkə də vursam, cütə də vursam nə eləyəcək? Cavab cüt. Cüt ədədin üzərinə tək ədəd gəlsəz, həmişə necə ədəd alınacaq? Tək ədəd alınacaq. Yəni əslində cavab budur. Yəni belə də analiz eləyə bilərsiniz, amma yəni çox uşaq yoxlamaqla istəyir tapsın. Gəlin qoyaq, tək ədəd qoyaq 1, n-in yerinə 1 qoydum. 2 vur 1-in kvadratı üstəgəlsin 3 aldıq. Birinci 1-in kvadratını hesablayırsınız 1, 2-ni 1-ə vurdunuz 2. 2-nin də üstünə 3 gəldim 5. Bir də n-in yerinə cüt ədəd qoyuram, yəni 2 qoyuram. 2 vur 2-nin kvadratı, yəni 2 vur 4, 8. 8-in də üzərinə 3 gəlirəm, edir 11. Görürsünüz uşaqlar, aldığımız cavabların hər ikisi tək ədəd oldu. Ona görə də bizim misalımızda birinci sualın cavabı olacaq C. Keçirik növbəti sualımıza. Baxırıq ikinci sualımıza. İkinci sualda bizə nə deyir? 7A çıxılsın 3-ün kvadratı ifadəsinin qiyməti tək ədəddir. Aha, deməli deyir bu misalın cavabı təkdir. İndi mən axtarmalıyam ki, görəsən A-nın yerinə necə ədəd qoyanda misalın cavabı tək ədəd alınır. Bunun üçün yenə A-nın yerinə bir cüt, bir tək ədəd qoymalıyam. A-nın yerinə qoyuram 1. 7 vur 1 çıx 3 kvadratı. 7 vur 1 7. 7-dən 3 çıxdım 4. 4-ün kvadratı neçə elədi? 16. Gördüm ki, nə alındı? Cüt. Amma mənə deyirdi ki, bu misalın cavabı təkdir. Deməli, A 1 ola bilməz. Yəni A tək ədəd ola bilməz. İndi A-nın yerinə gəlin 2 qoyaq. 7 vurulsun 2 çıxılsın 3 kvadratı. 7-ni vurduq 2 elədi 14. 14-dən də 3 çıxdıq 11. 11-in kvadratı. Ümumiyyətlə tək ədədin dərəcələri nədir? Tək ədəddir. Cüt ədədin dərəcələri isə cüt ədəddir. Yəni 11 istəyirsən üstü 5 dənə yazılsın. 11 üstü 6, 11 üstü 7. Nə alacağım uşaqlar? Tək ədəd alacağım. Təbii ki 11-in kvadratı 121-dir. Nə alındı? Tək ədəd alındı. Yəni tək aldıq. Deməli, amma A-ya necə qiymət verəndə tək aldıq? Cüt qiymət verəndə. Yəni biz buradan tapdıq ki, A cütdür. Yaxşı, əsas məsələ bu idi. İndi gedirik aşağıdakı variantlardan. A-nın yerinə cüt ədəd qoymalıyam artıq mən. Çünki A-nın cüt olduğunu tapmışam. A-nın yerinə cüt ədəd qoyub cüt cavabı almalıyam. Çünki deyir ifadələrdən hansının qiyməti cüt ədəddir. Baxın. A bəndinə baxanda A-nın yerinə cüt 2 qoyaram. 2-nin kvadratı çıx 1, A kvadrat çıx 1. 3 alındı. Bu təkdir, deyil. B bəndinə baxaram. Deməli 5 vur 2 üstəgəlsin 2 elədi 12. Cüt. Deməli cavabımız oldu. İkinci sualda da B bəndi. Üçüncü sual 2 ilə eynidir deyə izah eləmirəm. Keçirəm dördüncü suala. Dördüncü sualımızda bizə nə verib? Deyir ki, x cütdür. Yəni x-in yerinə biz 2, 4, 6 götürə bilərik. Mən götürdüm 2.
Y isə təkdir. Y də təkdir. Gəlin götürək yerinə 1. Ehtiyatlı olaq ki, cavabda 0 və mənfi alınmasın. Çünki onda biz tək cütlüyü müəyyən edə bilmirik. Onda gördünüz 1 qoymayın, 3 qoyun da. Yəni məsəl üçün deyirəm. İfadələrdən hansının qiyməti tək ədəddir? Yenə A variantını yoxlayıram. Bayaq dediyim kimi başqa cür də analiz edə bilərik. Yenə göstərəcəm. Üstəgəl 3. Məsəl üçün mən necə analiz edə bilərəm? X cüt ədəddir. Cüt ədədlə tək ədədi toplayanda eləyir tək. Tək ədədin kvadratı eləyir tək. Təkin üstünə tək gələndə eləyəcək cüt. Yəni bu variant deyil. Belə də eləyə bilərsiniz. Və yaxud da çox narahat olan yerinə ədəd qoyaraq tapmaqdır. Ona görə mən belə yazıram. 3-ün kvadratı 9, 9-un üstünə 3, 12. Yəni cüt alındı. Amma bizdən görürsünüz nə deyir? Qiyməti tək ədəd olsun. Ona görə bu deyil. Yəni bu şəkildə bu formada yoxlamalıyıq bir-bir. B bəndində 3x üstəgəlsin 2y kvadratı. Yenə yerinə uşaqlar rəqəmləri qoyub yoxlaya bilərsiniz. Mən belə deyəcəm. 3-ü x cüt idi də. Cütü, cüt ədədi nəyə vururamsa vurum eləyir cüt. Sonra y tək ədəddir. Tək ədədin dərəcələri təkdir, amma 2 cütdə axı. Cütü nəyə vururamsa eləyəcək nə? Cüt. Cütlə də cütü toplayanda eləyəcək cüt. Yəni bu B variantı da deyil. C bəndinə baxsaq x üstəgəlsin y üstəgəlsin 1. Uşaqlar tək və cütü, daha doğrusu x cütü idi, y tək idi. Toplayanda eləyir tək. Tək ədədin üzərinə də 1 gəlsəm eləyir cüt. Çünki təkdən sonraki ədəd cütdür. Baxıram D variantına. X kvadratı üstəgəlsin 3y. Yerinə də qoyub yoxlaya bilərəm indi. 2-nin kvadratı üstəgəlsin 3 vurulsun 1 uşaqlar. Baxırsınız 4 üstəgəlsin 3, 7. Gördünüz tək alındı. Bizdən də təki istəyirdi. Ona görə cavabımız oldu D variantı. Keçirik növbəti sualımıza. 5-ci sual eyni də yazmıram. 6-cı suala baxın. Nə deyir burada? X və Y cüt ədədlər olduqda ifadələrdən hansının qiyməti tək ədəd ola bilər? Yəni ola bilərsə, deməli burada ola bilməmə ehtimalı da var. Ona görə biraz bu sualda diqqətli olmalıyıq. X və Y cüt ədəddir. Yazdım bura cüt. Başlayıram A variantından. A variantında baxırıq ki 5xy yazılıb, düzdürmü? Gəlin baxaq. 5xy düz baxırıq. 5xy deyir ki, ikisi də cüt ədəddir. Tək olma ehtimalı varmı bunun heç uşaqları? Cüt ədəddir, cüt ədəddir. Cütü cütə vursaq, ümumiyyətlə cütü nəyəsə vursaq, nə eləyəcək 100%? Cüt eləyəcək. Yəni bunun tək olma ehtimalı ümumiyyətlə yoxdur. Keçirəm B variantına. B variantında deyir ki, x kvadratı üstəgəl y kvadratı bölünsün 2. Belə bir hal var. Gəlin baxaq görək. Burada necə olacaq? X ən kiçik x cüt ədəd nə ola bilər? Biz bilirik ki, 2 ola bilər də. 2-nin kvadratı üstəgəlsin 2-nin kvadratı. Lap bərabər halını götürdüm. 4 üstəgəl 4, 8. 8 ilə bölsəm 2-yə eləyəcək 4. Və yaxud da 2 ilə də 2, 4 də götürə bilərəm. Hər ikisini toplayanda cüt ədəd alınacaq, amma onu da yenə 2-yə böləndə tək alınmır. Alına da bilər, amma burada alınmadı. Getdik C bəndinə. X kubu üstəgəlsin y kubu bölünsün 4. Baxıram ki, cüt ədədin kubu. Burada da cüt ədədin kubu. Yenə bərabər halında yoxlayaram. 8, 8, 16. 16-nı da 4-ə böləndə eləyəcək yenə 4. 2 ilə 4 də götürə bilərəm. Yenə də bu şəkildə gedir uşaqlar. Əslində bunun səbəbi nədir? X-in yerinə bir 2n qoyursunuz da. 2n və yaxud 2n plus 2 də qoyub biraz uzanır o yol. Ona görə elə yazmaq istəmirəm. Kubdur. Burada olacaq nə? 8n kubu üstəgəlsin 8n kubu düzdürmü? Bölünsün 4. 16n kubu bölünsün 4. Bu da eləyəcək 4n kubu. 4 cüt ədəddir deyə cütü nəyəsə vursam elə cüt eləyəcək. Yəni bu halda uşaqlar baxa bilərsiniz. Bu da olmadı. Bizə deyir tək ola bilər. Yox, heç vaxt olmayacaq. X plus 3y. X cütdür. X cütdür. Y da cütdürsə, əgər cütü nəyəsə vursam elə cüt eləyir. Cütün də üzərinə cüt gəlsəm elə nə eləyəcək? Cüt eləyəcək. Ona görə bu da deyil. Yəni Y variantı qalır uşaqlar. X plus y bölünsün 2. Gəlin baxaq. Burada niyə? 2 ilə 2 götürsəm olur, amma 2 ilə 4 götürsəm, baxın. Altını da 2-yə böldüm, 3. Tək ədəd alındı. Yəni mən bu birlərdə də 4 qoydum əslində beynimdə.
Yenə də olmur. Baxın 2-nin kvadratı 4, 4-ün kvadratı 16, 16-nın üstünə 4, 20, 22-yə böldüm 10 elədi. Yəni bu hallarda yalnız x plus y böl 2-də tək hal ola bilər. Yenə deyirik, tək hal ola bilər. Yenə 2n, 2n plus 2 bu formada da qoyub tapa bilərsiniz və yaxud da rəqəm qoyaraq da tapmaq olar. Deməli, ola bilər halı hansı bənddə oldu? Y bəndində. Keçirik növbəti 7-ci sualımıza. 7-ci sualda ardıcıl 100 natural ədəd sırasında ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Bu sıradakı ən kiçik ədədi tapın. Uşaqlar, ardıcıl deyirsə, o bir-bir artır. Bir-bir artır. Yəni ilk ədədi götürün x. X plus 1 ikinci ədəddir. X plus 2 üçüncü ədəddir. X plus 3 artıq dördüncü ədəddir. Sayırsınız da aşağıdan bax. Birinci, ikinci, üçüncü, dördüncü. Onda uşaqlar 100-cü nə olar? Təbii ki, x plus 99 olacaq. Yəni ikinci x plus 1-dirsə, 100-cü də x plus 100 yox, x plus 99 olacaq. Düzdürmü? İndi bizə deyir ki, ardıcıl 100-dən ədəd yazmışıq. Ən kiçiyi ilə ən böyüyünün cəmi. Yazacağım. Ən kiçiyi ilə ən böyüyünün cəmi nəyə bərabərdir? 629-a. 2x plus 99 bərabərdir 629-a. 2x bərabərdir 629-dan çıxırıq uşaqlar 99-unu. Buradan yazırıq. 2x bərabərdir. O da neçə eləyəcək? 530. X də bərabərdir. 530-u böləcək 2-yə 265. Tapdıq 265. Bu sıradakı ən kiçik ədədi istəyir. Elə bizdə də ən kiçik ədəd x idi. Ona görə də cavabı tapmış oluruq. Cavab oldu 265. D variantı. Növbəti sualımıza keçirəm. Növbəti sualımız 8-ci sualdır. 8-ci sualımız belədir. AB7 üstü xətt çıxılsın. AB üstü xətt bərabərdir 133. A plus B cəmini tapın. Bu çıxmaları adətən alt-alta yazmaqla rahat şəkildə hesablamaq olar. 3 rəqəmli ədəddən 2 rəqəmli ədəd çıxanda 133 alınıb cavabda. Biz düşünürük. Biz 7-dən nəyi çıxsaq 3 alınar. Təbii ki 4-dür. Deməli burada B 4-dür. Artıq yeniləyirik. Yazırıq B-nin yerinə 4-ləri. A 4 7 çıxılsın üstə xətt. Bir də nə yazacağım uşaqlar burada? A 4. Yəni B-lərin yerinə 4 qoydum. İndi çıxıram. Bu 3, bura 133-dür də cavabı. İndi baxıram ki, 4-dən nə çıxsam 3 eləyər? 1. Deməli, bizdə də A nəyə bərabər imiş? 1-ə. B4, A1. Biz də onların cəmini axtarırıq. 4-ün üzərinə 1 gəldik. Elədir, cavabımız 5. Cavab 5, yəni 8-ci sualda oldu cavabımız. Y variantı. 9-cu sual eynisidir. Ona görə ona baxmırıq. Keçirik 10-cu sualımıza. 10-cu sualımızda nə verib bizə? Deyir ki, AB üstü xətt 2 rəqəmli ədəd üçün AB bərabərdir. 2A üstə gəlsin 4B olarsa, A üstə gəl B cəmini tapın. Təbii ki, siz bunun açılışını bilirsiniz. Təklik və onluqdur. Yəni 10A üstə gəl B bərabərdir 2A üstə gəl 4B. Neynirdik? A-ları bir tərəfə, 10A çıx 2B, çünki bu bərabərliyin sağındadır. Bunu hara keçirdim? Bərabərliyin sol tərəfinə. Ona görə işarə dəyişdi. Baxın, müsbətdə oldu, mənfi. B də soldadır. Keçirirəm bərabərliyin. Baxın, hazırda sağına oldu. Mənfi B. Üstə gəl 4B də öz yerindədir. 2A yazmalıydım. Burada səhv yazmışım. Deməli, 10A-dan çıxdıq 2A-nı elədi 8A. 4B-dən də B-ni çıxdıq. Yəni, mənfi B üstə gəl 4B elədi nə? 3B. Deməli, mən burada baxıram ki, A nə olmalıdır? 3-ün misilləri, B isə nə olmalıdır? 8-in misilləri. Yəni, burada K-nın yerinə təbii ki, biz bir dənə 1 qoya bilərik. Səbəb nədir? Çünki K-nın yerinə 2 qoysam, 8-i 2-yə vuranda 16 eləyəcək. A və B rəqəm olmalıdır uşaqlar. Baxın, burada başdan bilinir. Deməli, burada A oldu 3, B oldu 8. Bizdən də A üstə gəl B cəmini istəyirdi. 8-in üzərinə gəldik 3. Burada 3-ün üzərinə gəldi 8, elədi 11. Aha, cavabımız oldu. Baxaq hansı? Açıq sualdır. 11-ci sual.
Keçirik indi növbəti sualımıza. Növbəti sualımız 11 eynidir deyə yazmıram. 12-ci sualımıza baxıram. 12 də oxşuyur, baxaq. Deyir ki, AB üstü xətt bərabərdir 2A üstəgəlsin 5B olarsa, AB üstü xətt ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Açılışını yazacağım. Nə oldu burada? 10A yenə üstəgəl B bərabərdir 2A üstəgəl 5B. Yenə A-ları bir tərəfə yığıram. 10A çıx 2A bərabərdir 5B çıx B. Oldu 8A bərabərdir 4B-yə. Hər tərəfi 4-ə bölsəm, alacam ki, 2A bərabərdir B. Mütləq ixtisarlamaq lazımdır uşaqlar burada. Əgər varsa, mütləq ixtisarsız olmaz. İxtisar edirsiniz. Deməli, A nə olacaq? B-nin qabağında heç nə yoxdursa, yəni 1 vur B-də uşaqlar. A, B-nin qarşısındakı əmsallardır. A 1K-dır. B isə nədir uşaqlar? A-nın əmsalını götürürük, yanına da K-nı yazırıq. Aha, indi biz burada baxaq. K-nın yerinə 1 qoysaq, A-nı 1 alırıq, B-ni 2. K-nın yerinə 2 qoysaq, A-nı 2 alırıq. Çünki 1 vur 2 elədi 2. 2 vur 2 elədi 4. Sonra K-nın yerinə qoysaq 3, 6, bir də 4, 8. Artıq 5 qoya bilmirik. Çünki 2 vur 5, 10 eləyəcək. Yenə deyirəm, A və B burada nədir? Rəqəmdir. İndi bizə deyir ki, AB ədədinin ən böyük qiyməti. AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiyməti. Ən böyük qiyməti təbii ki, 48 olacaq. Çünki A 4-dür, B 8-dir ən böyük halda. Ən kiçik qiyməti isə nə olacaq? Ən başdakılar 1, 2. Yəni A 1-dir, yerinə qoyursunuz. Burada 2-dir, 12. Sizdən onların fərqini istəyir. Biz də 48-dən çıxırıq 12-sini, alırıq 36. Yəni burada cavabımız oldu 36. Keçirəm 13-cü sualımız eynidir. 14-cü sualımıza 5940 ədədi 5 rəqəmli ABCDY və ADSBY ədədlərinin fərqinə tam bölünür. Deməli, bu 5940 ədədi, bu 5 rəqəmli ədədi. Yazaq fərqlərini, məxrəci. ADSBY fərqinə tam bölünür və burada bizə mötərizədə bir işarələmə verib ki, B, yəni şərt verib ki, B D-dən böyükdür. Bunu nəzərə alaq. Tam bölünürsə, yəni misalın cavabı tam ədəddir. B çıx D fərqini ala biləcək qiymətləri cəmini tapın. Gəlin baxaq uşaqlar. İndi biz burada baxırıq ki, baxın, təklik, onluq, yüzlük, minlik, 10 minlik, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 10 minlik, 10 mina, 10 mina. Düzdür? Daha doğrusu təklik, onluq, yüzlük, minlik, 10 minlik. Hə, 10 mina, 10 mina. Eynidir də, çıxanda getdi. Sonra eyni olan, baxın, yüzlük burada da 100C-dir, burada da 100C-dir. Bunlar da gedəcək çıxanda. Təkliyi 7, bu da 7, bu da gedəcək. Yerdə qalanı yazacağım mən. Yerdə qalan nədir? 5940 bölünsün. Təklik, onluq, yüzlük, minlik. 1000B. Üstə gəl, təklik, onluq, yəni bu hissə qalıb da D. 10'dur. Çünki o onluqdur. Çıxılsın. Yenə təklik, onluq, yüzlük, minlik, 1000'dir. Çıxılsın. Niyə çıxılsın? Çünki çıxma işarəsi də hər ikisinə təsir edir. 10B. Sadələşdirirəm uşaqlar. 1000B-dən 10B-ni çıxıram. 990B çıxılsın 990D. Burada da 5940. Burada mən 990'ı çıxartsam kənara, mötərizə xaricinə, ortaq vuruqdur çünki. 5000, mən sizə bayaq dedim ki, ixtisar varsa mütləq eləyin belə suallarda. İndi eləyirik. 5940 990'a tam bölünür, eləyir 6. 6, B çıxdı. Gördünüz necə sadədir? Deməli, bu misalın cavabı uşaqlar. Cavab tam ədəd alınıb. Tam ədəd. Tam ədəd olması üçün məxrəc 6-ya bölünən ədəd olmalıdır da. Yəni 6-nı 1-ə böləndə tam cavab ala bilərəm. 6-nı 2-yə böləndə tam cavab ala bilərəm. 3-ə böləndə tam cavab ala bilərəm. Bir də 6-ya böləndə tam cavab ala bilərəm. Ona görə sizə deyirsə tam bölünür, deməli məxrəc surətin bölünənləridir. Deməli, B D-dən böyükdürsə əgər, yəni burada yalnız natural bölənləri nəzərə alacağım. Çünki B D-dən böyükdürsə müsbət cavablar alınacaq. Deməli, B çıx D-nin yerinə hansı bölənləri yaza bilərəm? B çıx D 1 ola bilər.
sonra 2 ola bilər, B çıxdı D-nin yerində, sonra 3 ola bilər, bir də 6 ola bilər. 4 dənə. 4 qiymətində bizdən bunların cəmini istəyir. Toplayaq. 1, 2, 3, 6, cavab elədir 12. Bu qədər. Keçirəm növbəti sualımıza. Növbəti sualımız 15 eynidir deyə yazmıram. 16-cı suala baxacağam. Bizə deyir ki, A və B naturaldır. A və B naturaldır. Qeyd eləyək. C bərabərdir. A çıxılsın 5, 3B üstəgəl 1 isə tək ədəddir. Yəni, bu misalın cavabı təkdir. Burada nəyə diqqət eləməliyəm? Mən bilirəm ki, öyrəndiyim qaydaya əsasən hasil nə vaxt tək ola bilər? Yalnız tək ədədə vuranda. Çünki cüt ədədi istənilən ədədə vursam cüt cavab alınır. Deməli, mənim 2 vurğum da tək ədədiymiş ki, cavabı tək ədəd alınıb. Bunu müəyyən elədim. Düzdürmü? İndi gedirəm sualın ardını oxumaya. Deyir ki, A, B hasilinin ən kiçik qiyməti. Yəni, A və B-ni kiçik seçməliyik ki, hasili kiçik olsun. Uşaqlar, A çıx 5-in yerinə 1 yaza bilərəm də, ən kiçik tək ədəd 1-dir. Yəni, A 6 olsa, A çıx 5 nə alacam? A çıx 5-in yerində tək ədəd 1 alacam, düzdürmü? Yəni, mən buna belə baxıram. Getdim ikinci vurğuma. İkinci vurğum 3B üstəgəl 1-dir. İndi baxın, B-nin yerinə hansı rəqəmi qoysaq bu misal tək olar? 1 qoysaq cüt olur. Çünki 3-ün üstünə 1 gəldi, elədi 4. 2 qoysaq 3 vur 2, 6. 6-nın da üstünə 1 gəldi, 7. Oldu tək. Deməli, tapdıq. A 6-dır, B də 2-dir. Bizdən də bu ədədlərin hasilini istəyir. Hasilini də istəyirsə A vur B bərabərdir 6 vur 2, eləyəcək nə 12. Belə. Aha, keçirik növbəti sualımıza. Görürəm ki, 17 də fərqli sualdır. Yaxşı suallardır bunlar. Baxın, 16, 17 ümumiyyətlə bu topluda olan yeni suallardır. 17-ci sualda yenə bizə deyir ki, A, B, C necə ədədlərdir? Natural ədədlərdir. Yaxşı qeyd eləyək A, B, C-nin natural olduğunu. 2A üstəgəl B üstəgəl C böl 8 bərabərdir 50 olarsa, B-nin ala biləcəyi ən böyük qiyməti. B nə olmalıdır uşaqlar planın içində? Ən böyük olmalıdır. B ən böyük olmalıdırsa, A ilə C ən kiçik olmalıdır o zaman. Yəni, buradan o nəticəni çıxarırsan. Yanındakılar kiçik olmalıdır ki, B-yin ən böyük qiymətini ala bilsin. Mən C-nin yerinə nə qoya bilərəm? Bir də düşünün ki, baxın, 2 vur A naturaldırsa, 2-ni natural ədədə vuranda natural olacaq. B də naturaldır. Naturalla natural toplasam natural olacaq. Deməli, bu C böl 8 də natural olmalıdır ki, cavabım natural alınır. Yəni, C-nin yerinə mən ən kiçik 8 qoya bilərəm də. 8-i 8-ə böləndə elədi 1. Getdim, A-nın yerinə də 1 qoyuram. A-nın yerinə ən kiçik deyirəm, axı mən 2A ən kiçik qiymətini almalıdır deyə. 2 vur 1 elədi 2. Yəni, bura ən kiçik A-nın yerinə hansı rəqəmi qoysam ən kiçik natural alınır? Yəni, 1-i ala bilmirəm də. Fakt, A-nın yerinə 0.5 qoya bilmərəm. Axı, A naturaldır. Ona görə A-nın yerinə ən kiçik natural ədədi qoydum 1. Deməli, misal belə oldu. 2 vur 1, üstəgəl B, üstəgəl 8 böl 8. Bərabərdir 50 uşaqlar. Buradan B-ni tapırıq. Buraya da 2, burada elədi 1. Yəni, B üstəgəl 3 bərabərdir 50-yə. B də bərabərdir 47-yə. Bizdən də B-nin ən böyük qiymətini istəyirdi. Biz də B-ni tapdıq 47. Keçirik növbəti 18-ci sualımıza. Bu da maraqlı sualdır. Diqqət tələb eləyir bir yerində. AB üstü xətt çıxılsın B-A üstü xətt bölünsün A çıxılsın B üstə gəlsin A üstə gəlsin B bərabərdir 21. Uşaqlar, ümumiyyətlə baxın, məxrəc varsa mütləq DMQ, yəni dəyişənin mümkün qiymətləri yazılmalıdır. Çünki biz bilirik ki, məxrəcimiz 0 ola bilməz. Yəni, bunu mütləq qeyd eləyin. İndi birazdan görəsiniz. Sizi çaşdırar bunu yazmasız. Bu misal. Gəlin, yuxarını açaq. Yuxarı nədir bilirsiniz də? 10A üstəgəl B. Yazıram. 10A üstəgəl B. Çıxılsın, siz lap mötərizdə yazın bunu. Çünki çıxma işarəsi var. 10B üstəgəl A. Aşağıda da yazıram A çıx B. Üstəgəl A üstəgəl B bərabərdir 21. 10A-dan A-nı çıxıram. Niyə çıxma oldu? Çünki bu çıxma işarəsi hər bir müsbət ədədi eləyir mənfi. 10A-dan A-nı çıxdım elədi 9-a. B-dən də 10B-ni çıxdım elədi mənfi 9B. Burada da A çıxılsın B.
Üstəgəl A üstəgəl B bərabərdir 21. Uşaqlar, mən istəyirəm burada elə öz yerində düzəldim bunu. Burada 9-u çıxaraq ortaq vuruq bir dənə. Çıxaraq. 9 vurulsun A çıx B. İxtisar getdimi? Zaten sıfırdan fərqlidir də demişik. İxtisar apardıq. Qaldı nə? A üstəgəl B üstəgəl 9 bərabərdir 21-ə. Onda A üstəgəl B də bərabərdir 12-yə. İndi uşaqlar A üstəgəl B 12 olan biz ədədləri yazacaq bir-bir. Yəni 12 versin cəmləri. Nə qoya bilərik biz burada? Çünki bizə deyir ki, AB 2 rəqəmli ədədlərin sayını tapın. Getdik. 1 qoya bilərəm, xeyr. 1 qoysam 11 olacaq. Bu ikisi rəqəm olmalıdır. 2 qoya bilərəm, xeyr. A2 olsa B 10 olacaq. Ola bilməz. 0 da qoya bilmərəm, çünki AB BA. Yəni 0 ilə başlaya bilməz. A ilə B 0 deyil. Onda qaldı 9. 9, 3, 8, 4. Baxın, cəmi 12 eləyir. Sonra 7. Bir dənə buradan düşürəm, buradan artırıram. 7, 5, 6, 6. Sonra 5, 7, 4, 8, 3, 9. Yəni bunların onsuz da tərsinləridir. Baxıram ki, 93, 84, 75, 66. 66 ola bilməz. Niyə? Çünki baxın, 66 olsa 6-dan 6-nı çıxanda 0 eləyəcək. Axı biz dedik məxrəc 0 ola bilməz. Ona görə onu götürmürsünüz. Çox şəx burada 7 dənə götürür. Bax, bu şərti nəzərə alınır. 5, 7, 4, 8, 3, 9, yəni 57, 48, 39 bunları da nəzərə alırıq. Yəni neçə dənə ola bilər uşaqlar? 6 dənə AB 2 rəqəmli ədədi düzəltmək olar. Cavab oldu 6. Yəni mən saydım da sizə hansılardır. Keçdik növbəti sualımıza. Növbəti sualımız 19-cu sualdır. 19-cu sualda deyir 3 rəqəmli ədəd. 3 rəqəmli ədədi biz belə göstərə bilərik. 3 rəqəmli ədədin 1%, ədədin faizini tapmaq üçün ədədi faizi göstərən ədədə vurub nəyə bölmək lazımdır uşaqlar? 100%-ə bölmək lazımdır. Mən də onu yazdım. 3 rəqəmli ədədin 1%. 1-ə vurub 100%-ə böldüm. Onun rəqəmləri cəminə bərabərdir. Rəqəmləri cəmi, yəni məsəl üçün sizə belə bir sual verirlər. 273-ün rəqəmləri cəmi deyirsiniz 2 üstəgəl 7 üstəgəl üst düzdür. Onda ABC-nin rəqəmləri cəmi nə deməkdir? A plus B plus C. Aha, indi baxıram. Biri zaten istənilən ədədə vursaq özü alınır. Məxrəcdə elə bil 100. Çarpaz biz bunu vururuq. Yəni 100-ü vururuq. Bu A üstəgəl B üstəgəl C-yə. Bunu da açaq. 100 A üstəgəl 10 B üstəgəl C bərabərdir. 100 A üstəgəl 100 B üstəgəl 100 C. 100 A'lar getdi. Yenə B-ləri, C-ləri bir tərəfə görürəm ki, bu tərəf böyükdür. İkisi də 100 B, 100 C. Bunlar isə ikisi də balacadır. Ona görə hamısını öz yanına aparacam. Böyüklərin yanına aparırıq da. Burada qalsın 0. 100 B-dən çıxırıq 10 B-ni. 100 C-dən çıxırıq C-ni. Aldıq ki, nə uşaqlar? 90 B üstəgəl 99 C. Ortaq vuruq çıxarsam 9-u. Aldım 10 A deyirəm. 10 B üstəgəl 11 C bərabərdir 0-a. Mən 9-u nəyə vursam 0 eləyir? 0-a vursam. Ona görə 10 B üstəgəl 11 C bərabərdir 0 olmalıdır. Uşaqlar, baxın. Diqqətlə baxın. Deməli, B və C-nin yerinə natural ədəd qoysam, 10 da natural ədədə vursam, natural eləyəcək. İkisi də natural ədəd olacaq. Natural ədədlərin cəmi 0 eləyə bilməz. Axı, deməli, burada həm B 0 olmalıdır, həm də C 0 olmalıdır. Deyəs, müəllim, necə B, C 0 olar? Niyə olmur? Olar. B ilə C ikinci, üçüncü rəqəmlərdə A 0 ola bilməz. Deməli, B və C 0 imiş. Yəni, mənim ədədim belə imiş. Aha. İndi mənə deyir ki, ABC ədədinin ala biləcəyi ən böyük ədədlə, təbii ki, ən böyük 900 olacaq. Bunun yerinə ən böyük rəqəmi qoydum. Ən kiçiyi isə 100 olacaq da. Bunların bizdən nə istəyir? Fərqini. Mən də çıxdım, fərqlərini tapdım.
800. Burada da cavabımız oldu 800. Keçirik 20-ci sualımıza. 20-21 eynidir. 20-ni izah edəcəm. 20-ci sualda deyir ki, iki rəqəmli ədədin təkliklərinin sayı, bax belə yazım əslində. Bax bu təkliklərin sayı, yəni B, onluqların sayından, yəni A-dan 2 vahid böyükdür. Yəni A-dan 2 vahid böyükdür. Belə başa düşürük. Deyir ki, bu ədədi rəqəmləri cəminə vurduqda, A plus B-yə vurduqda 144 alınır. Sonra siz bunu yerinə qoya bilərsiniz. B-ni yerinə gətirib burada qoyarsınız. A üstəgəl 2. Burada da qoyarsınız. Amma çox uzun yoldur biraz. Bunu rəqəm qoyaraq rahatlıqla tapmaq olar. Yəni deməli mənə deyir ki, B-A-dan 2 vahid böyükdür. Başlayım da yazmaq onda. A-ya 1 yazıramsa, B olacaq 3. Çünki axı B-A-dan 2 vahid böyük idi. A-ya 2 yazıramsa, bu olacaq 4. A-ya 3 yazıramsa, bu olacaq 5 və s. bu formada gedir. İndi deyir ki, onun rəqəmləri cəminə vur. 144 alınmalıdır. Burada olmaz. Çünki 13-ü 4-ə vuranda 52 eləyir. Gəlin baxaq. Bunu rəqəmləri cəminə vuraq. 2 üstəgəl 4-ə vuraq. 24 vur 6, 144. Deməli düzdür. Baxın alındı. Mən həmin rəqəmimiz hansıymış? 24 imiş. Yəni qısa yolla istifadə edə bilərik. Yerinə qoyub yazmaq biraz vaxt aparır. Rəqəm qoyaraq həll eləmək olar. Şərti ödəyən təbii ki. Cavab oldu 24. 21-ci sual eynidir. Özünüz yazırsınız. 22, 23 bu tip suallar əslində işlədik. 1-ini yaza bilərik. Yazaq 22-ci sualdan. Deməli, yenə açılışdır. AB üstü xətt çıxılsın BA üstü xətt. Burada da A üstəgəl B bərabərdir 7. Bunu çıxdıq bayaq uşaqlar. Gördünüz ki, burada 9A çıx 9B alınmışdı. Ona görə mən birbaşa yazıram. 9A çıx 9B. Tənasübdən istifadə edəcəm. Çarpaz. 7A üstəgəl 7B. A'ları bir tərəfə yığaq. 9A çıx 7A bərabərdir. Mənfi keçir bu yana olur müsbət. 9B üstəgəl 7B. 2A elədir. Bura isə neçə elədi uşaqlar? 16B elədi. Hər tərəfi nə edirsiniz? Bölürsünüz 2-yə. Bayaq dedim, ixtisar varsa eləməliyik. A bərabərdir 8B. Deməli, A B-nin qabağındakı olurdu. Yəni A olur 8K. A olur 8K. B də olur. B də A-nın qabağında. Dəsməlim A-nın qabağında heç yoxdur. A-nın qabağında heç yoxdursa 1 var. 1K. Deməli, K-nın yerinə 1 qoyuram. A olur 8, B olur 1. Uşaqlar, K-nın yerinə 2 qoya bilərik sizcə? Təbii ki, xeyr. Çünki 2 qoysaq 8 vur 2, 16 eləyəcək. A və B rəqəm olmalıdır. Hər dəfə deyirik. Bizdən bunların hansını istəyir? 8-i də vuracaq 1-ə, elədi 8. Yəni, burada cavabımız oldu uşaqlar. 22-ci sualda cavabımız 8-dir. 23 eynidir. 24-ü yazın. 24, 25 səfərlərimsə eyni olmalıdır. 24-ü yazaq. X, Y üstü xətt çıxılsın Y. Aşağıda da Y, X üstü xətt çıxılsın X bərabərdir 2. Təbii ki, nə etməliyəm? Burada mən açılışlarını yazmalıyam. 10x üstəgəl Y çıx Y. Aşağı təbii ki, 0 ola bilməz də. Bilirsiniz niyə? Çünki 2 rəqəmdən bir rəqəmin çıxanda 0 alına bilməz. Ona görə demək yazmadım. 10y üstə gəlsin x çıx x. Bərabərdir 2. Getdi. Getdi. X-dan x çıxdıq. Getdi. 10x böl 10y bərabərdir 2. Onları ixtisar elədik. Aldıq ki, x-i y-ə böləndə nə eləməlidir uşaqlar? 2 eləməlidir. Təbii ki, bizdən ən böyük istəyir. Ən böyük rəqəm olaraq nədir bu? 8 böl 4-dür də 2 eləyən. Bura 2 böl 1, 4 böl 2, 6 böl 3, 8 böl 4 yaza bilərdik. 10 böl 5 yaza bilmərik. Çünki yenə deyirəm, x rəqəmdir. Görə ən böyük burada ödəyən cüt. Təbii ki, çünki 9-u nəyəsə bölsəm 2 alınmır. Rəqəm olaraq bölsəm. 8 böl 4 idi. Ən böyük olaraq onu götürdük. 8-in də üstünə 4 gəldik. Ən böyük cəmi istədiyinə görə ən böyük rəqəmləri götürürük. Cavab edir 12. Keçirəm növbəti sualımıza. Yaxınlaşdıraq. Aha, uşaqlar 25 eynidir.
İndi isə 26-cı suala baxacağıq uşaqlar. Deməli burada bizə nə verib? AB üstü xətt üstəgəl BA üstü xətt üstəgəl A üstəgəl B kiçikdir 84-dən. Bizə deyir ki, A vur B hasilinin ala biləcəyi ən böyük qiymət ilə ən kiçik qiymətin cəmini tapın. Yəni biz ən böyük qiymət AB ilə, AB hasili ilə ən kiçik qiymət AB hasilinin cəmini tapacaq sonda. Sualımız budur. Gəlin ilk öncə açılışlarını yazaq. Bu nə idi? Bilirik təklik onluq. Ona görə olacaq 10A üstəgəl B. Üstəgəl yenə təklik onluq. Olacaq 10B üstəgəl A. Arxasıca köçürürük. A üstəgəl B. Kiçikdir 84-dən. A-ların hamısını toplayarıq. Eləyər 12A üstəgəl B-lərin də hamısını bir toplayarıq. Eləyər 12B. Kiçikdir 84-dən. 12-ni ortaq vuruq çıxararıq. Qalar yerdə A üstəgəl B kiçikdir 84-dən. Hər tərəfi nəyə ixtisar eləyə bilərik biz? 12-yə. A üstəgəl B kiçikdir 84-ü də 12-yə bölsək eləyəcək 7. Deməli, uşaqlar, bizim cəmimiz 7-dən kiçik olmalıdır. Və nəzərinizə çatdıraq ki, A ilə B hər ikisi birinci rəqəm olduğuna görə nə A 0 ola bilər, nə B 0 ola bilər. Yəni, cəmimiz də 7-dən kiçikdirsə, ən böyük cəm burada 6 eləməlidir. Yəni, mən burada 6 0 götürə bilmərəm də, onu demək istəyirəm. Çünki heç biri 0 ola bilməz. Aha. İndi biz cəmi 6 eləyən ən böyük dediyinə görə gedirəm də, yəni bu rəqəmləri tapmağa. Cəmi 6 eləyən hansı ədədlər, hansı rəqəmlər var? Ola bilər ki, bu 1, 5 olsun, yəni 15 olsun. Ola bilər ki, bu 24 olsun. Ola bilər ki, bu 33 olsun, düzdürmü? Yəni bu şəkildə yerini dəyişmirəm. Çünki onsuz da vuranda eyni olacaq. Bizə A vur B deyir də. Uşaqlar, burada ən böyük vuranda, yəni A-nı B-yə vuranda ən böyük hasil hansı eləyir? Təbii ki, 3 vur 3. Yəni ən böyük burada AB hasili olacaq 9. Deyə bilərsiniz, müəllim 5-ə də baxa bilərik. Cəmi 5 eləyən baxa bilərsiniz yenə. Cəmi 5 eləyən hansıdır? 1, 4, yəni rəqəmləri cəmi 5 eləyir, sonra 2, 3. Amma onları vuranda 9-a gəlib çıxmayacaq. Ona görə ən böyük cəm 6-dan götürdüm. Ən kiçik isə, ən kiçik cəm burada nə ola bilər? 1 ola bilməz. Çünki dedik ki, heç biri 0 ola bilmir. 1 olması üçün 1 0 olmalıdır. Ona görə də biz cəmi 2 eləyəni götürəcəyik. O da təbii ki, 1-1 versiyasıdır. Yəni bu şəkildə. Burada da ən kiçik, yəni uşaqlar, hasil nə ola bilər? 1 ola bilər. Bundan kiçik hasil tapa bilməzsiniz. Məsələn, 12 ola bilərdi. O 1 vur 2, 2 eləyəcək. Yəni 0 ola bilməz dediyim kimi. Niyə? Çünki heç biri 0 seçə bilmirik. Ona görə də ən kiçik təbii ki, natural ədədlərin hasili nəyə bərabərdir? 1-ə. Ona görə də ən kiçik hasil 1 oldu. Deməli, ən böyük AB hasili 9, ən kiçik AB hasili isə 1-dir. 9-un da üzərinə 1 gəlirik, elədi 10. Cavabımız oldu 10. Diqqətlə baxın bu suala. Deməli, indi 27-ci suala baxırıq. 27-ci sualda bizə cavabı səhv verilib bu sualın. 12 üstü 223 vurulsun 7 üstü 56 üstə gəlsin 19 üstü 25. Bu tipdə buna oxşar bir sual bu il ikinci qrupların blok imtahanına düşdü. Əslində çətin deyil. Oradakı biraz 1-2 mərhələli idi. Bu ondan sadədir. Deməli, son rəqəmi tapın. Son rəqəmi tapmaq üçün təbii ki, biz orada bir qanuna uyğunluq müəyyən etməliyik. Gəlin başlayaq. Bax, görürsünüz, son rəqəmə baxırsınız. Bunun son rəqəmi nə ilə bitir? 2 ilə. Gəlin biz 2-nin qüvvətlərini yazaq. 2 üstü 1 nə eləyir? 2. 2 üstü 2 nə eləyir? 4. 2 üstü 3 8. 2 üstü 4 16. Yenə son rəqəmə fikir verirsiniz. 2 üstü 5 32. Son rəqəmə fikir versəz, görəcəksiniz ki, təkrarlanma başladı. Yəni 2 üstü 6 görürsünüz 64-dür bu oldu. 2 üstü 7 128-dir bu oldu. Yəni 2-nin qüvvətləri 4 rəqəmdən bir təkrarlanır. Eyni son rəqəmləri eyni rəqəmlər olur da, yəni bu deməkdir. Deməli 4 rəqəmdən bir təkrarlanırsa, onda mən onun üstündəki qüvvəti nəyə bölməliyəm? 4-ə. Və böləcəm. Deməli 223-ü böləcəm 4-ə. Biz bilirik ki, 4-ə bölünmə qaydası son 2 rəqəmdir. Mənə qalıq lazımdır onsuz da. 23-ü bölürəm 4-ə. Qalıq eləyir nə? 3.
Deməli, burada üçüncünü seçəcəyik. Yəni, bax, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3. Bura baxırsınız. 2 üstü 3 gördünüz. Nədir onun son rəqəmi? 8. Deməli, 12 üstü 223-ün də sonu nə ilə bitir? 8 ilə bitir. Bir də deyirik, əvvəlcə qanuna uyğunluğu tapırsınız ki, neçə rəqəmdən bir bu təkrarlanma baş verir son rəqəmdə. Sonra üstündəki qüvvəti həmin təkrarlanma sayına böləcəksiniz. Qalığı üzərindəki qüvvətlə götürəcəksiniz. Getdi indi 7-yə baxaq. Yəni 7-nin qanuna uyğunluğunu tapaq. Buradan yazacağım. 7 üstü 1 bilirik ki 7-dir. 7 üstü 2 49-dur. 7 üstü 3 343-dür. 7 üstü 4, yəni bunu da 7-yə vuranda sonu 1 ilə bitəcək. Əvvəlin yazmıram. Çünki 3 dəfə 7, elə bil 343-ü vurursunuz 7-yə də belə bir şey. 1 ilə bitmir. 7 üstü 5, yenə 1-i 7-yə vursa, son rəqəm olaraq 7-yə vursan bunu da 7 olacaq. Sonu nə olacaq? 7. O demək deyil ki, hamısını vur, hesabla, vaxtın geçsin. Son rəqəmi vurub müəyyən edə bilərsiniz rahatlıqla. Gördünüz uşaqlar, yenə 7, yenə 7. Neçə rəqəmdən bir? 1, 2, 3, 4. Yenə 4 rəqəmdən bir təkrarlanmadır. Çoxunda 2, 4 rəqəmdən bir olur. Deməli, yenə mən 56-nı nə edəcəm? Böləcəm 4-ə. Aha, baxıram ki, 56 4-ə tam bölünür. Yəni, qalıq burada nəyə bərabərdir? 0-a. Deməli, 56 4-ə tam bölünürsə, yəni bu hansı şəkildə getməlidir? 4 şəklində getməlidir. Elə bil ki, baxın, bunu biz belə yaza bilərik. 7 üstü 56-nı yazaram ki, 7 üstü 4 üstü 14 düzdür. 7 üstü 4-ün, belə də 4 vur 14 56 eləmədi. 7 üstü 4-ün sonu nə ilə bitir? 1 ilə bitir, düz deyilmi? Son rəqəmi 1-dir. Son rəqəmi 1 olan istənilən ədədi özünə vursan, bu şəkildə də bir davam edəcək də. Sonu nə ilə bitəcək bu? 1 ilə bitəcək yenə. Doğrudur. Yəni, bir ki, 7 üstü 4 vur, 7 üstü 4 vur, 7 üstü 4 14 dəfə 7 üstü 4-ü bir-birinə vurmalıyam bu 7 üstü 56-nı almaq üçün. Sonu 1 olan rəqəmləri özünə vurduqda 1, 1, yenə sonu nə ilə bitəcək? 1 ilə bitəcək. Aha, yəni bu şəkildə gedəcək. Burada bunu silim, davam edək. Deməli, bunda nə oldu uşaqlar? Sonu 1 ilə bitdi. Düzəldim. 7 üstü 4 üstü 14. Yəni, bu sonu nə ilə bitdi? Bir də deyək. Sonu 1 ilə bitdi. Bunun da sonu 1'dir. Buraya yazım. Sonu 1, sonu nə? 8. İndi keçirəm 19 üstü 25-ə. 19 üstü 25-i müəyyən etmək üçün 9-un qüvvətlərinə baxmaq lazımdır. 9 üstü 1 nədir uşaqlar? 9. 9 üstü 2. 81. 9 üstü 3. Yenə 1'i vurduq 9'a, elədi 9 ilə bitdi. Gördüm ki, burada təkrarlanma 2 rəqəmdən 1'dir. Ona görə də 25'i bölürəm 2-yə. Qalıqda qalır 1. Qalığın 1'dir. Yəni, bunu götürməliyəm təbii ki. Bunun sonu nə oldu? 9 oldu. Aha, nə oldu o zaman? 8 vur 1, üstə gəlsin 9. 8-in də üstünə 9 gəldim, 17. Yəni, son rəqəmim nə olacaq? 7 ilə bitəcək. Bu misalın cavabı oldu 7. Geçirik. Biraz vaxt alan sual idi. 28-ci suala. 28-ci sual sadə sualda uyğunluqdur. Birincidə baxırıq AB üstü xət, üstəgəl BA üstü xət. Artıq bunu bilirik. 10A üstəgəl A bu, 11A üstəgəl 11B-dir. Bu da 11 vur A üstəgəl B-dir. Yəni, gördüyümüz kimi bu ədəd 11'ə bölünür. Çünki vuruqlardan biri 11'dir. Ona görə də bura C gedəcək. Sonra ikincisinə baxıram. AB üstü xət çıxılsın BA üstü xət. Bərabərdir. Burada da 10A'dan A'nı çıxdım 9A. Buradan da B çıx 10B elədi 9B. Baxırıq nə oldu? 9 vurulsun A çıxılsın B. Bu da nəyə bölünür uşaqlar? 9'a bölünür. Görürsünüz variantlarda var. A bəndində getdi bura. Üçüncü isə A üstü xət, B üstü xət. Baxıram ki, 100A, 10A, 1A. Yəni, 111A üstəgəl 111B. Yəni, 111 vurulsun A üstəgəl B. Deməli, bu ədədimiz də bizim 111'ə bölünəcək.
Bu belə suallara diqqətli olun. Uşaqlar adətən yazır və digər variantları yoxlamır. Ona görə də uyğunluqda bir dənə səhv oldusa, təmiz misal səhv götürülür. Yəni bütün variantları yoxlamaq lazımdır. Məsəl üçün mən bunu 111-i görüb yazıb keçsəm, artıq səhv olacaq. Digər variantı da yoxla da 37. Sən bilirsən ki, 117 əslində 3-ə böləndə 37 eləyir. Yəni əslində 111 daha doğrusu 3 vurulsun 37 deməkdir. Deməli bunun içində həm 3 var, həm 37 var. Ona görə bu 37-yə də bölünəcək. Ona görə B bəndində götürürük. D bəndinə baxın 100-ə. Xeyr, 100-ə aid bir şey olmadığına görə o D bəndi heç birinə getmədi. Ona görə biraz diqqətli olmaq lazımdır. 29 eyni sualdır. Baxmırıq. 30-cu suala baxırıq. 30-cu sualda bizə A və B rəqəmləri üçün uyğunluqları müəyyən edin deyir yenə. Birinci sualda baxırıq. AB üstü xətt çıxılsın BA üstü xətt bərabərdir 4A çıxılsın 3B və bunun açılışını yazacağıq. 10A üstəgəl B çıxılsın 10B çıx A. Yenə deyirəm, niyə çıx oldu? Çünki qabağında çıxması bunların hamısı çıxma olacaq. 4A çıx 3B. 10A'dan A'nı çıxdım 9A. Bir də 4A'nı gətirirəm yanına olur. Çıx 4A. Burada nə oldu uşaqlar? B çıx 10B mənfi 9B idi. Bura keçdi oldu müsbət 9B. Aha, aldıq ki 5A bərabərdir 6B. Deməli A 6K'dır. Bir də deyirik A həmişə B'nin qarşısındakı əmsal olur. Yanına da K'sını yazırıq. B isə bərabərdir nəyə? 5K'ya. Burada yazdıq 5K'ya. K'nın yerinə 1 götürsək, A'nı 6, B'ni isə 5 tapmış olarıq. K'nın yerinə 2 götürə bilərikmi? Xeyr, təbii ki. Çünki orada nə alınır? 12 alınır və biz bilirik ki, A bir rəqəmdir demişəm. Rəqəmdir. Rəqəm də hansıdır bilirsiniz də. 0-dan 9-a daxil olmaqla. İndi bura 0 götürə bilmirik. Aha, deməli A-nı 6 aldıq, B-ni 5. Baxaq variantlarda uşaqlar cəm və fərq verib. A ilə B-nin cəmi neçə edir? Bizdə 6-nın üstünə 5 gəlirik. 11. A ilə B-nin fərqi neçə edir? 6 çıx 5, 1. Baxaq variantlarda hansı var? A ilə B-nin cəmi 11 olan var. Deməli birincisinə getdi nə? Y bəndi. Keçirik ikincisini yoxlamağa. AB üstü xətt bərabərdir 4A üstəgəl 8B. Yenə baxıram. AB üstü xətt yazıram. 10A üstəgəl B bərabərdir 4A üstəgəl 8B. Baxaq. 10A'dan 4A'nı çıxacam. 8B'dən də B'ni çıxacam. Aldım 6A bərabərdir 7B. Yenə olacaq A 7K. K'nı atdım 7. B'də 6 çünki zaten 7-nin 2 misli 14 eləyir artıq. 7 və 6. Gəlin baxaq. Cəmləri 13. Fərqi isə 1. Yenə fərq 1 yoxdur burada. Cəm amma 13 olan var. Bura getdi. A variantı. Üçüncü sonuncusuna baxıram. Sonuncusunda isə deyir ki AB 3 çıxılsın AB bərabərdir 228. Mən bunu düşünürəm ki, alt-alta yaza bilərəm bu misalı. Çünki burada bir rəqəm gördüm artıq ona görə. Cavabında rəqəmin ədədlə verib 228. Baxaq, 3-dən uşaqlar neçə çıxsaq 8 eləyər. 3-dən nəyisə çıxsaq 8 eləməsi üçün bu 13 olmalıdır da. Deməli, bir dənə borc alıb bu B-dən. 13-dən nəyə çıxsaq 8 eləyər? 5 deməli, B 5-dir. Gətirəm, yazıram yerinə. A5 3 çıxılsın A5. B-lərin yerinə 5 qoydum ki, mənə daha rahat olsun. Deməli, bir dənə bu borc aldı. 13-dən 5 çıxdıq 8. Burada qaldı 4. 4-dən də neçə çıxsaq 2 eləyər? 2. Deməli, A-da 2-dir. Biz A-nı 2, B-ni isə 5 tapdıq. Onların da cəmi uşaqlar eləyəcək 7 var. B-dən də A-nı çıxanda 5 çıx 2 eləyir 3. Bu da var. Cəmi 7, fərqi 3. C və D variantları da deməli bu hissəyə getmiş oldu. Aha, deməli bir dənə getməyən variantımız bizim hansı oldu? Diqqətlə baxaq. Y, A, C-də B. B getmədi. Çünki B yoxdur. Fərqi 2 eləyən yoxdur. Bu qədər. Keçirəm ətraflı suallardan birini yazıram. 31 və 32-ci suallar eyni suallardır. 31 yazaq.
Baxırıq AB üstü xətt, üstəgəl CA üstü, köhnə toplularda da var idi bu sual. BC üstü xətt bərabərdir 88 və mənə artıq şərt verib. Baxın, bu şərti verməyəndə biz bərabər halı götürürük əslində. Amma verib bizə o şərti. Deyir ki, nə AB-yə bərabərdir, nə də C-yə bərabər. Yəni, üçü də fərqli rəqəmlər olmalıdır. Aha. ABC və belə bir sualdır ki, ABC ədədinin ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Yəni elə bir ədəd tapmalıyıq ki, ABC ən böyük olsun, bir də ən kiçik olsun bu şərti ödəyən. İlk öncə təbii ki, mən açılışları yavaşlayıram yazmağa. Yenə yazıram 10A üstəgəl B, 10C üstəgəl A, 10B üstəgəl C bərabərdir 88. 10A üstəgəl A elədir 11A. B üstəgəl 10B elədir 11B. 10C üstəgəl C elədir 11C bərabərdir 88. Yenə görürsünüz burada yəqin ki, ortaq vurğu. 11-i çıxartdıq. A üstəgəl B üstəgəl C bərabərdir 88-ə. Biz hər tərəfi 11-ə ixtisar edirik. 88-i də 11-ə böldük. Nə elədi? 8. Deməli, uşaqlar, cəmi 8 olmalıdır. Amma bu ədədlər bir-birinə bərabər olmamalıdır. Deməli, buradan belə başa düşdük ki, biz nə 8, 0, 0 seçə bilmərik. Çünki, yenə də deyirik, 0 ilə başlaya bilməz. Yəni, bunu da əvvəlcə qeyd edirik. Baxın, hamısını birinci rəqəmə verib deyə nə A 0-dır, nə B 0-dır, nə də C 0-dır. Deməli, 8, 0, 0 böyükdən başlayıram. Ola bilməz. 7, 1, 0 ola bilməz. 6, 1, 1 ola bilməz. Səbəb nədir? Ola bilməz. Çünki bərabər oldu. Gəldik 5. Görürsən, ən böyük rəqəmə verdim. Birinci rəqəm ən böyümü 5. Sonra verəcəm 2, sonra verəcəm 1. 521, 512 də yaza bilərdim. Cəmi 8 edir. Amma mənə deyirəm, böyük olsun axı. Ona görə böyükdən kiçiyə düzürəm. Deməli, bunlar 5, 2, 1 imiş. Ən böyük olan. Ən kiçik olanda nə olacaq? Təbii ki, tərsinə düzəcəm. 125. Bu şərti ödəyən ən kiçik ədəd də 125 olacaq. Bizdən bunların cəmini istəyir uşaqlar. Bu cəmləri də tapırıq. 6, 4, 6. Deməli, cavabımız oldu 646. Deyə bilərsiniz, cəmi 8 eləyən kiçik ədəd də tapmaq olar. Olar. Niyə olmur? Məsələn, 107. Amma axı bu 107-ni seçə bilməzsən sən. Heç biri 0 ola bilməz axı dedik. Sən buranı 0 seçdin. Bu B-dir 0, düzdür? A, B, C. Buranı 0 seçdin. Gəl gör, burada 0-la 2 rəqəmli ədəd başlaya bilər. Yox, ona görə biz onları götürmədik artıq. Deməli, cəmimiz oldu 646. Bu qədər. İzahlarımız burada bitdi.